xahiş eləyir 24 yaşlı tələbə Alison Witts barədə istənilən məlumatı bildirəsiz. Qızım Sarah Collins 9 gün əvvəl yoxa Gecə çıxıb. ovçusu. Ailəsi iddia eləyir ki, o ölməyib. Axırıncı dəfə Felix'i idman zalından çıxanda görüblər. Hiss edirəm ki, o hələ sağdır. Biz hər gün onun sağ qayıtmağı üçün dua eləyirik. Biz darıxırıq. Səni çox sevirik. Təslim olmayacağıq. Mənə nə edəcəyimi demə. Mən sənin ananam. Burada mənim evimdir. Eşitdin nə dedim? Amma otaq mənimdir. Burada hər şey mənə aiddir. Sənə neçə dəfə demək olar ki, gələndə qapının zəngini çal. Demək olar hazıram ata. Anam sosial şəbəkə səhifələrimə girib baxıb. Sənin buna haqqın yoxdur. Mənim buna haqqım var, əzizim. Əvvəlcə ondan soruşardın. Görürsən? Qızının ora yüklədiyi şəkilləri sənə göstərim. Hələ tamam yad insanlarla yazışdığını demirəm. Bu Kim və Kylie'nin çılpaq şəkillərinin yanında heç nədir. Bağışda ata, onları silərəm. Yaxşı, məktəbə getməliyim. Otur yerinə. İndi kimlə yazışdığını göstər. Oğlanları deyirsən? Sən oğlanlara yaza bilərsən. Mənə sənə yazanları göstər. Onları dostluğuma qəbul eləməmişəm, amma kimsə yenə də SMS göndərir. Sən də ona cavab verirsən. Onlar məni bezdirib. Səni tələyə salmaq istəyiblər. Sən də düşmüsən. Real həyatda vəziyyəti sənə öyrətdiyim kimi qiymətləndirməyi bacar. Bax, məsələn, bu Malholm. Bütün şəkilləri özü çəkib. Amma rakurslara bax, elə təsəvvür yaradır ki, sanki başqası onun şəkillərini çəkib. Dostluğunda isə yalnız qızlar var. Nə demək istədiyimi başa düşürsən? Kişilərin hamısı... Axmaqdılar. Bilirəm. Artıq məktəbə gedək. Hə, əşyalarını götür. Yeməkxana. Hesab elə ki, bu qorxulu atraksiyondur. Əvvəldə çox gərgin olacaqsan. Hətta biraz qorxacaqsan da. Amma başlayandan sonra çox maraqlı gəlir. İnan mənə. Yeri gəlmişkən telefona görə çox sağ ol. Unutma ki, bu telefon gizli qalmalıdır. Yaxşı, gəl əvvəlcə üst geyimlərimizi çıxaraq. Çox cəlbedicisən. Doğrudan. Əlbəttə yox, axmaq. Sürücü yükü boşaldanda onu görüb. Ağdərli qadındır. Təxminən 30 yaşında. Çox saylı sınıqları var. Sol qolu, hər iki ayağı. İntihardır? Oxşayır. O dərhal yox. Aldığı zədələrdən tədricən ölüb. Mənim hesablamama görə 15 metr hündürlükdən tullanıb. Sürücüdən soruş gör benzin doldurmaq üçün dayanıb. Sonra da onun marşrutu üzrə olan körpüləri yoxla. Bəlkə körpülərdə nəzarət kameraları var. Biləyində böyük zədələr və qançır izləri var. Onu bağlayıblar. Elə görünür. Həmçinin ona vitaminlər və hamiləlik əleyhinə dərman verilib. Bunu eləyən adam qulağının pərdəsini də deşib. Amma kəllə sümüyü sağlamdır. Ekspertlərin fikrinə görə bunu hansısa cihazla eləyib. Hələ də kim olduğunu müəyyənləşdirməmisiz? Yox. O hər kimdirsə, bunu çox böyük səylə və səbirlə eləyib. Bəxtimiz gətirsə, bu yeganə hal olacaq. O adam qonaqlarını uzun müddət saxlasa, bəxtimiz gətirməyəcək. İlahi.
Salam. Necəsən, hə? Yaxşı. Deyəsən artıq IT şöbəsində işləyirsən. Rahat yerimdən imtina eləmişəm. Mən indi profayleram. İşçilərə kömək eləyirəm. Şübhəli şəxslərə. Lənət şeytana, bu interfeysə nə oldu belə? Şifrə istəsən kəs. Fikrini Bu orada doğrudan cəmlə. da çox incə işdir. İnsanların nə fikirləşdiyini öyrənməyə çalışırsan və bunu onların xəbəri olmadan eləyirsən. Rachel, özür istəyirəm, bağışla. Buna baxa bilərsən. Yaxşı. Belə. Qulaq as, qızımın dostluğunda olan bir neçə nəfəri yoxlaya bilərsən? Çox yaxşı. Deməli münasibətiniz var. Bu doğrudan əladır. Bəs Enci? O Xahiş necədir? edirəm, artıq sual vermə. Dediyim elə. Çox sağ ol. Yaraşıqlı kişidir. Bu nədir belə? Burada nə baş verir? Sən kimsən? Qulaq as, mən pis heç nə eləməmişəm. 94 qıza yazmısan. Deyəsən onlardan 13 ilə görüşüb, 4 ilə yatmısan. Bu düzdür? Mən heç vaxt onları məcbur eləməmişəm. Fiziki və psixoloji məcburiyyət arasında elə də böyük fərq yoxdur. Nə baş verir? Mən bir yerimi hiss eləmirəm. 92 min dollar hesabında və 8 min də səhmlərdə pulum var. Onlar mənə lazımdır. Mən terapiya üçün mən müalicə Daha alacağam. lazım olmayacaq. Çünki heç bir kömək dəyməyəcək. Bunu öz hərəkətinlə sübut elədin. Lənətə gələsiz. Mənə nə eləmişsiniz? Qol çək. Bütün pulların qurbanların arasında paylanacaq. Bu dərmanı bir həbdən gündə 2 dəfə içərsən, ömrünün sonuna kimi. Testosteron ifrazının qarşısını alır. Mənə nə eləmişsiniz? Resept üçün həkimə gedərsən. Səni zərərsizləşdirmişəm. Orqanın yerindədir. Amma bundan sonra heç kimlə sevişə bilməyəcəksən. Bundan əlavə bəzi hissələri də kəsib götürmüşük. Sənin onlara ehtiyacın yox idi. Əgər bununla bağlı polisə müraciət eləsən, kompüterində olan maraqlı şəkillərin hamısını bütün tanışlarına göndərəcəm. Məncə, hər şeyi aydın izah elədim. 553. Nəsə görürsüz? Xeyr, burada heç nə yoxdur. Niyə bura? Bura sakit və gözdən uzaq yerdir. Hər iki tərəfdən də soyuqda gəzərək gəlmək çətindir. Onu tutmağa çalışırlar. Tullamaqdan başqa çarəsi qalmayıb. Amma bu bizə elə də çox şey vermir. Çay dəmləmişəm. Oo, sevdiyim çörək almısan. Niyə normal mebel almırsan? Əgər uzanmaq istəyirsənsə, sənə divan alaram. Yox, sənə görə deyirəm. Sadəcə burada hər şeyin üzərini parça ilə örtmüsən. Heç oturmağa da yer Bu yoxdur. sənin üçündür. Oo, qəşəngdir. Onlara ötürücü yerləşdirilir. Heç də qəşəng deyil. Onlar mobil telefonun yaydığı siqnalla işləyir. Onlardan biri belə yaxınlığında olsa izini tapacam. Niyə bu şəkili seçmisən? Burada çox qaşqabaqlıyam. Qulaq, mənə bir dəqiqəlik kömək eləyə bilərsən? Hesabatım hanı? Rachel Rachel götürdü. istəyirdi ki... O şəxsən özü onu sənə vermək istədi. O hanı? Nahardadır. Nahardadır. Yemək yeyir. Sən uşağındır. Uşağını işə gətirirsən? Sevgilimin ona baxmağa vaxtı olmayanda gətirirəm. Yaxşı, bəs. Nəysə. Sən də nəsə deyə bilərdin. Nə deyərdin? Nə bilim, nəsə deyərdin. Mən nə bilim.
Burada bir ildir yaşayırsan? İndi başa düşdüm niyə gəlməyimə icazə vermirdin. Ha? Məni hər şey qane edir. Gözəllik kimə lazımdır? Anama lazımdır. Mən istədiyim kimi yaşayıram, siz də öz istədiyiniz kimi. Gəl pizza sifariş verək. Sənə demişdim axı, bura xoşuna gəlməyəcək. Yenidən normal evdə yaşamaq istəmirsən? Duş qəbul edib işimə qayıtmaq istəyirəm. O gəlməyəcək. Yoruldum, evə getmək istəyirəm. Gəl məni götür. Yaxşı, artıq mən doğrudan gedirəm. Çox sağ olun. Belə? Nə oldu? Burada çoxdan oturmuşsan. Bəs atan hanı? Həbsxanada. Biraz qamətinizi düz tutun. Qəşəng sinəniz var. Onları göstərin. Burada qız oturmuşdu. Siz danışığını bilməyən qızı deyirsiniz? Deyəsən odur. O artıq gedib. Siz yaxşısınız? Çəkil yoldan. Ha? Yaxşısınız? Yaralanmamısınız? İmkan ver keçim. Mən sizi görmədim. Siz şok İmkan ver vəziyyətindəsiniz. gedim, maşını rədd elə. Sakit olun. Hər şey yaxşı Lənətə olacaq. gələsən maşınını çək. Kömək eləyin! Kömək Lənətə eləyin! gələsən. Polis! Kömək eləyin! Ay səni. O maşını məzib. Yəqin sərxoşdur ya da başqa nəsə qəbul eləyib. Sir, maşından düşün. Proqram yüzlərlə açıq profillərin analizini aparır. Şəbəkə ilə işləyir. Məlumatları avtomatik yeniləyir. Amma bu onun bacarıqlarının yarısıdır. Məncə o əsl peşəkardır. Mən onu hardan tanıyıram? O hakim olub. Özü də çox yaxşı hakim. Bir çox cinayət işlərimizə baxıb. Bütün ailəsi öldürüləndən sonra istefa verib. Həmkarlarımın maşınınızda olan cihazla bağlı sualları var. Söhbət cavan qızdan gedir. Onu uğurluyublar. Bəli. O dedi ki, qızın üzərində ötürücü var. Onu tələ kimi istifadə eləyirmiş. Siqnal hardasa burada yoxa çıxıb. Həmin vaxt o hələ hərəkət edirmiş. Bütün qapıları döyün. Cavan bir insanın Hamını həyatı yoxlayın. təhlükədədir. Elə indi, bu saniyə bizsə burada söhbət eləyirik. Belə olmaz. Mr. Cooper. Çıxın oradan. Onu tapın. Ötürücünüz necə işləyir? Mobil telefonda. Dronlar vasitəsilə mobil telefonun siqnalı tutulub. Aydındır. Büyük Charlie 11, körpüyə yaxınlaşırıq. Siqnal qeyd alınana kimi dronlar uçacaq. Dronlar havadadır. Qəbul. Ötürücünün siqnalı qeydə alınır. Siqnal qeyd alındı. Qəbul. Hədəf tapıldı. Sizdən şimal-şərq tərəfə 2 kilometr məsafədə.
flight, the moon was shining bright, way on the ground. Old Slave Lake was rising through the sky, you should have seen those reindeer fly. Ring out the bells, it's the holiday season. Ring out the bells, it's a happy time. Ring out the bells, we got a good reason to ring the bells and hear the pretty bells chime. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Yine Ozan alçak. Qulaq pərdəsinin ətrafındakı saya toxuma zədələnib. Mənə eşidirsiniz? Yaxşı. Birazdan Ömərdə cavabını götürüb gələcəm. Julie. Onun səni nə qədər vaxt saxladığı yadındadır? Onu tanıyırdın? Bəlkə sən o biri qızları görmüsən? Bu sualları verdiyim üçün bağışla. Sən salamatsan? Hər şey yaxşıdır. O mənə heç nə eləməyib. Bağışla məni. Hər şey qaydasındadır. Bir dəqiqə vaxtınız var. Cəhənnəm ol buradan. Gördüyünüz iş barədə yaxşı fikirləşin. Nə iş görürük ki? O cinayətkarın tutulmağına elə biz kömək eləmişik. Gedək evə. Polislər heç nə bacarmır. Siz iş işdən keçəndən sonra peyda olursunuz. Simon Stiles. Adınız Simon Stiles'dı. Simon Stiles. Dediyiniz hər bir kəlmə və elədiyiniz hər bir hərəkət məhkəmədə sizə qarşı istifadə oluna bilər. Vəkil təqdim olunmağını istəyirsiniz? Əgər vəkildən imtina eləyirsinizsə, yox cavabını verin. Yox. Hı. 1987-ci ildə doğulmusunuz. Megle Lane 42-də yerləşən evin yeganə sahibisiz. Yüksək təzyiqli nasos. Sifarişlə düzəldilib. Ona görə də kəllə sümüyü zədələnməyib. Təzyiqlə vurulan hava axını toxumanı zədələyir, sümüyü yox.
O özünü həddən artıq rahat hiss eləyir. Simon, Ha, sən çox sayda insanlara əzab vermirsən. Sənin üçün ən yaxşı çıxış yolu bizimlə əməkdaşlıq eləməkdir. o qızları bax belə kar eləyirmiş. Sən özün buranı istəmsən. Mən səni çağırmamışdım. Simon. Bu cihaz səni qorxudur? Məni eşidirsən? Sən məni eşitmirsən, düzdür? Xahiş edirəm məni evə buraxın. Burada özümü çox pis hiss eləyirəm. Çox pis. Çox pis. Çox pis. Çox pisəm. Həkimson, əməliyyat otağına gəlin. Təkrar eləyirəm. Həkimson, əməliyyat otağına gəlin. Sara! Sara! Sara Collins! Sara! Sakit, sakit. Şşş. Hey, burada siz eləmək olmaz. Mənə dedilər ki, o sağdır. İndi zabitlərsə kömək eləyər. Sara Collins. O sizə kömək eləməyə çalışacaq. Aydındır. Sara Collins, o yoxa çıxıb. Sir, o sizə O kömək 4 il eləyəcək. əvvəl yoxa çıxıb. Ata!
O artıq 3 saatda tərpənmədən güzgüdə özünə baxır. Bu günah adlanır. Heç cür davranışını başa düşə bilmirəm. Onun problemi var, amma fiziki cəhətdən daha çox psixolojidir. Daha çox uşaqlıqda yaranan dezintegrativ pozğunluğa bənzəyir. Yaxşı xəbər istəyirsən, yoxsa pis? Pis. Həmin evdə digər qurbanların da DNT-lərini tapıblar. So it's your job to get inside his head and find out what he's done. Bir çox ailələr sakitləşmək istəyir. Bəs yaxşı xəbər? O məndən it kimi qorxur. Ona görə də evə gedib yemək yiyim. Ola bilsin, yatdım da. Sənə paxıllığım tutur. Nə burada olmaq istəyirəm, nə də evdə. Yanımda uzan ata. Mən rahat yatmıram. Mən yoxulayana kimi yanımda qal. Mən yaşda olanda necə olmusan? Sözə qulaq asmayan. Charlie əminlə hər gün velosipedlə çimərliyə gedirdik. Düz qumun üstündə yatırdıq. Bir də gecə yarı oyanırdıq. Nənən çox əsəbləşirdi. Mən çox çətin uşaq olmuşam. Orada başka neler var? Dedim ki orada başka neler var? Siz ne inirsiniz? Orada başka neler Siz var? ne inirsiniz? Dedim ki orada başka neler var? Bəsdir. Dedim ki bəsdir. O zirzəmidə tələ qurub. Nə? Bu alçaq 6 nəfər polisi öldürüb. Bax bunu eləyib. Lənətə gəlmiş alçaq.
İt oğlu it. Get buradan! Get buradan! Sayman, Pis hər şey adam! yaxşıdır, hər şey yaxşıdır. Keçib getdi. Sayman. Sayman, bu oyun deyil. Ben istemirdim. Yok oyundu. Oyun. Bu oyundu. Bu oyundu. Nə? Gelin. Gelin oyun oynayak. Sizin Sakit ol. hamınız eyni Sakit ol, hər şey sifətdəsiz. yaxşıdır. Pis Hər şey adamlar. yaxşıdır. Pis. Sən yaxşı Pis bacarırsan. adamlar. Davam elə. Yaxşı? Davam elə. O mənə heç Hə. yaxşı sözlər Mənə oyunu necə oynamaq demirdi. lazım olduğunu öyrət. Dondurucu isti. Sonra dəhşətli soyuq. Onların hamısı tir-tir əsir. Onların hamısı tir-tir əsir. Sən paltarına bürünürsən və qaçmağa çalışırsan. Qaçmaq istəyirsən, amma heç vaxt qaça bilməzsən. Heç vaxt qaça bilməzsən. Və onların hamısı it kimi qəfəsdə bağlıdırlar. Onlar hürürlər. Səni parçalamaq istəyirlər. Onlar sənə hücum eləyirlər. Sənin üzərinə hücum eləyirlər. Hücum eləyirlər. O ya şən ya da əsəbi olurdu. İkisindən biri. Ya körpə kimi sevinir, ya da qəzəblənirdi. Ona sizi aldatmağa imkan verməyin. O adam canavardı. Polis 30 yaşlı kişinin evində axtarış apararkən 6 işçini itirib. O evinin zirzəmisində bir neçə qadını əsir saxlayırmış. Sağ qalanlara yerli xəstəxanada yardım göstərirlər. Minnesota'dan canlı yayım. Bilirdim ki, buradasınız. Küçə jurnalistlərlə doludur. Onlar rəsmi bəyanat gözləyirlər. Qələm var? Var. Şərsiz. Aydındır. Bugün evinin zirzəmisində tapılan pullardan danışacağıq. Sənin cəmi bir bank hesabın var. Ondansa demək olar istifadə olunmur. Pulları hardan almısan? Sayman, bu pulların hardan gəldiyini bilirsən? Heç kimin değildi, mənim aldı. Pulları hardan almısan? Maşının yük yerindən. Bəzənsə evin qapısının ağzından. Mənim qulağımda Sənə etirici kimsə var. pul gətirir? Qarlı dağlar aşaraq. Sayman, sənə Çox pulu kim ellər gətirir? dolaşaraq. Santa Claus. O gecə mən yatanda gəlir və sonra yoxa çıxır. Hə? Ho ho ho. Ho ho ho. Ho ho. Sayman. Mənə ananla danış. O ölüb. Anam ölüb. Anam ölüb. O məni çox istəmirdi. Yox, o məni çox istəyirdi. O məni çox istəyirdi. O səni döyürdü? Yox! Daha bəsdir. Gəl bura. Bu oyun artıq məni bezdirdi. Nə? Mən elə bugün onu məhkəməyə aparıram. Axı onda şizofreniyanın bütün əlamətləri var. Düzünü desəm heç vecimə də deyil. Mən tezəliklə başa düşməyə O başlayıram. məxluqu başa düşmək lazım deyil. Mən onun yox olmağını istəyirəm. O soyuducuda olan xarab olmuş südə oxşayır. Məhkəmə, hökm, həbsxana. Aydındır? Mənə daha çox vaxt lazımdır. Onda dissosiativ şəxsiyyət pozğunluğu var. Onlardan biri isə ola bilsin Hannibal Lecter'dır. Bilmirəm onlar neçə nəfərdir və onun onlardan xəbəri var ya yox. Məncə o bizi doluyur. Yox dostum, qulaq as. Biz 2 nəfərik. Bu ən uzun həftə idi və çox çətin gün oldu. Təsəvvür eləyirsən. Həqiqətən çətin gün idi. Onun kimi bir adam bu qədər uzun müddətdə necə bunlar eləyə bilib və bir dəfə də olsun ələ keçməyib.
Dəlilləri araşdır. Bu işdə əli olan hər kəsi həbs elə. Oldu sir. Yox, 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 yox. Yox, 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 yox. Bax belə, danışdıq. O eləməyib. Ona kömək eləyiblər. Mən razı deyiləm. O hər şeyi əvvəlcədən planlaşdırmağa qadir insandır. O lənətə Sizin gəlmiş gördüyünüz axmağın bəli, biridir. Amma orada təkcə o deyil. Orada bir neçə şəxsiyyət var. Məsələ bundadır. Anası barədə məlumat tapmışam. Amy Stiles 1962-ci ildə anadan olub. 95-ci ildə intihar eləyib. Sən kabusların dalınca düşmüsən. Anası tekstil fabrikində 2 növbə işləyirmiş. Orada onu uğurlayıb zorlayıblar. 86-cı ildə. Sonra isə gölə atıblar. O sağ qalıb, amma sonra məlum olub ki, Simona hamilədir. Tekstil fabrikinin ünvanı. Yaxşı. Ölümündən əvvəl yazdığı məktub olub. Böyüt. İncil. Sevinin. Sevinin. Növbəti əxlaqsız öldü. Tez olun ilanlar, ayaqlarımı yeyin. Ateş və buz. Alçaq bədheybət məni zorladı. Amma onun lənətə gəlmiş pulları ağzımı yumdu. Hamınıza ayıb olsun. Ayıb olsun. Səndən nifrət eləyirəm. Səni sevirəm. İstədim bizi gizlədim. Amma iblisin hər yerdə gözü var. Mənim pis, çox pis oğlum. Mənim sevimli, qəşəng oğlum. Anan çox təəssüf eləyir. Artıq qış sisəyi azaddır. Bəs bu incidir? Yox, boş-boş danışma. Cooper hanım. Qulaq as dostum. Lənətə gələsən. Qulaq as, mən sadəcə onun dostuyam. Vəssalam. Mənə Cooper lazımdır. O səni eşidir. Yaxşı, başlayın. Mən getsəm yaxşı olar. Tax əlinə. Yoxsa imkan verəcəm səni şikəst eləsinlər.
Qarşılaşdığınız şeyə təəccüblənmədim. Zorakılar çox vaxt təklikdə hərəkət edirlər, amma instinktləri onlara başqa cür davranmağa hökm eləyir. Onlara yalnız hardasa özləri kimi tənha adamların olduğu fikri təsəlli verir. Mənə cinayətkarların davranış təbiətindən danışırsınız. Adamlarınız niyə ölür? Simon'un dostları var. Salam. Niyə gəlmisiniz? Nəsə heç nəzakətli olmadı. Yeri gəlmişkən, mənim bu evdə heç bir şeyə haqqım yoxdur. Siz də bura qeyri-qanuni gəlmisiniz. O kompüterdə hər nə tapsaz da, onu məhkəmədə qəbul etməyəcəklər. Bunu biləsiz. Sipil. Bax belə axmaqlar. O ümumiyyətlə nə edir? Simon'un virtual diskinin şifrəsini sındırıram. Onun vasitəsilə də kompüterinə daxil ola biləcəm. Niyə ona kömək eləyirsən? Çünki o mənlə yatmağa çalışmayıb, bunu istəsəydi də eləməzdi. O yaxşı insandır, başqa kişilərdən fərqli olaraq. Kişilərin hamısı alçaq deyil. Səninki elə deyil? Yox, mənimki elədir. Hazırdır. Sən kimsən? Ovçu 171. Heç elə bir işiniz olub ki, cinayətkarın günahı açıq-aydın görünüb, amma xalq məhkəməsi dəlillərin bir hissəsini hesaba almayıb. Tutaq ki, hansısa cinayətkar pulla ittihamdan canını qurtarır. Birdən cəsarətli bir adam ortaya çıxır və onun pulunu götürməkdən imtina eləyir, onu mühakimə eləyirlər. Xalq məhkəməsi onun əvvəl elədiklərinə qulaq asmayacaq. Yəni bu sizə haqq verir ki, kişiləri tapıb onları ömürlük şikəst edəsiniz? Belə deyək, şir kimisə yeyir və siz onu qəfəsə salıb bir də belə eləmə deyirsiniz. 10 ildən sonra isə onu azadlığa buraxırsınız. Onda necə olacaq? Bütün cinayətkarlar heyvan deyil. Bəziləri dəqiq elədi. Zorakıların 80%-i yenidən zorlayırlar. 80%-i. Bunu bilə-bilə biz yenə də onları buraxırıq. Keçən ay azad buraxılan 7 nəfər məktəblərin yaxınlığında qeydə alınıb. Onlardan 5-i qurbanlarını izləyir. Problemi yalnız kökündən həll eləməklə, yəni hormonlara nəzarət eləməklə bunun qarşısını almaq olar. Əgər belə olsa, cinayət ehtimalı 5%-ə düşər. Siz istənilən sosial faktora baxaraq kimin cinayət törədib, kimin törətməyəcəyini bilə bilməzsiniz. Çünki bu heç də obyektiv deyil. Bütün müsəlmanların terrorçu olduğunu demək kimi. Mən insanların dərisinin rəngindən danışmıram. Mən zorakıların beynində olan daimi səsdən danışıram. Bu səs onlara bu nə elə, bu nə elə, bu nə elə deyir. Siz heç səbəbini soruşmayacaqsınız? Mən səbəbini bilirəm. Siz azadlıqda olan hər bir cinayətkara görə məsuliyyət daşıyırsınız. Ailənizin başına gələnlər əsl faciədir. Hər nə qədər cinayətkarı zərərsizləşdirsəz də, daxilinizdəki günah hissi heç vaxt yoxa çıxmayacaq. Biz onun serverinə daxil olduq. O, ovçu ləqəbli adamla yazışır. Ovçu 71. Maşındakı partlayıcı maddə adi pentarit imiş. O kifayət qədər məşhurdur. Amma partlayıcının komponentləri nadirdir. Yüksək, həssas, sabit və effektli. Ziyan vurma radiosu kiçikdir. Bahalıdır, hərbi modeldir. Simon dedi ki, Santa hər il ona pul gətirir. Bəlkə Santa bomba hazırlayanlara pul ödəyir. Ştatdakı bütün 71-ci il təvəllüdlü hərbiçiləri axtarışa ver. Nəticə 8124. Yaxşı, bomba ilə işləyənləri saxla. Vəzifəsindən kənarlaşdırılanlardır. Joseph Adams ölüb, Michael Korber ölüb, Lewis Hess. O ateş açtı. Qapını bağlayın. Mən qoruyaram. Kaçın geriye. Ateş açmayın. Ateş açmayın. Geriye geriye. Yaxınlaşmayın, yaxınlaşmayın. Dayan!
İkimiz de niye geldiğinizi bilirik. Sen ondan çok kadını uğurlayıp zorlayan adama bomba satmışsan. Ne? Hiç gazete okumursan. Onun için başka ne düzeltmişsen? Mobil telefonlar için ses boğucu. Ama bu asan şeydi. Kadınları zirzəmidə saxlayan oydu. Ha, hemen adamıydı. Mən anam barədə danış. Onun barəsində danış. O sənə nifrət eləyirdi? O məni çox istəyirdi. Qoruyurdu. Nədən qoruyurdu? O sənin qeydinə qalmırdı. Səni sevmirdi. Yox. Heç kim səni sevmir. Heç kim. Sənin heç kimin yoxdur. Söhbət eləməyə adamın da yoxdur. Yalnız öz əksinlə danışırsan. Sən səfehim birisən. De görüm o biri Simon hana? Mən onunla danışmaq istəyirəm, hə? Rachel lazım Hanı? deyil. Hanı? Hannibal hanı, hə? Danış. Yox. Hə, danış, nədir? Yox. Hə, danış. Qadın sinəsindən Bunu xoşun gəlir? eləmə. Hə? Qadınları soyundurmaq xoşlayırsan, hə? Xoşlayırsan, hə? Başla. Yox. Başla Simon, hə? Hə? Yox. O sənə nə eləmişdi? Yox, Danış. Rachel, yox. Onun sənə nə elədiyini Yox. danış. O mənə oynamağa Danış. icazə vermirdi. Həmişə meymun kimi qəfəsdə bağlı saxlayırdı. Meymun kimi. Sən ona nə eləmişsən? Anana nə eləmişsən? Onlar məni məcbur elədilər. Onlar mənə Onlar bunu eləməyə kimdir? əmr elədilər. Onlar mənə bunu eləməyə kimdir? məcbur elədilər. Onlar kimdir? Onlar məcbur elədi. Onlar... Lənətə gələsən kimdir onlar? Onlar kimdir? Beynində səslər var. Mən onun kim olduğunu de. Mən o biri Simon'la danışmaq istəyirəm. Əsl kişi ilə danışmaq istəyirəm. Mən kişiyəm, əsl kişiyəm. İstədiyimi eləyirəm. Öldürdüyün qadınları xatırlayırsan? Hərdən onları xatırlayıram. Mən onları xatırlayıram. Birinci kim olmuşdu? Mən ona nifrət eləyirəm. O heç vaxt məni rahat buraxmır. Heç vaxt. O kimdir? Bunu sənə yuxarıdan göndəriblər. Narahat olmayasan deyə yerinə mən qol çəkdim. Çox sağ ol. Sən biraz dincəl. Hər şey yaxşıdır? Biraz çətin gün idi. Yaxşı. Bəlkə yemək yeməyə gedək. Əzizim, mən evdəyəm. Əzizim. Yatmısan? Ey. Ey. Xəfiyyə Volterə. Marshall. Qış sisəyi, qış sisəyi. Səni buza atacağım. Tik tak, tik tak. Oradan qaça bilməyəcəksən. Hamı çıxışa doğru. Bilirsən, insanlar mənə qulaq assın deyə qışqırmalı oluram. Sənəsə bu lazım deyil. Hı? Burada nə işin var? Hava soyuqdur, həm də gecə yarıda. Bax, sənin burada olmaqdan xoşun gəlmir. Şəhərin mərkəzini sevmirəm. Arvadım həmişə deyinirdi ki, onu heç yerə aparmıram. Sadəcə bu mənlik deyil. Ondan istirahat eləyə bilmirəm. Başa düşürsən?
Mən sənin nə gəldi geyindiyinə öyrəşmişəm. Axır vaxtlarsa normal görünürsən. Xeyir işdir? Mən... Özün bilirsən. Bölmədə olanların nəzərinə. Polis bölməsində bomba var. Hamı binanı tərk eləsin. Təkrar edirəm, təcili təxliyə. İçəridə qan olmasın. Tez olun, binanı tərk eləyirik. Qaçın uşaqlar, qaçın, qaçın, dayanmayın içərdə. İçəridə qalan olmasın. Geyin alçaq, geyin. Tez ol. Mən səni tapdım. Mən səni tapdım. Səni tapdım. 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 Kes sesini. Rachel. O hanı? Kamerada. O bağlama səndən gəlmişdi. O özünü partlatmayacaq. Bu tələdir. Niyə partlatmayacaq? Çünki onda oyun bitəcək. Qopdu bayırda tufan. Biz hara gedirik? Uğuldadı yel boran. Döyüldü pəncərə bərk. Açdı qapını külək. Yelləndi çılçıraqlar. Doldu evə soyuq qar. Aha aha deyəsən Şaxta babadır gələn. Sibil! Mən onun yerinidir. Heç yere getməyəcəksən. Simon! Alisa! 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 Aman tanrım! İlahi Alisa! Alisa. Sən nə vaxtda yemək bişirirsən? Mən anan üçün də həmişə pişirirdim. Sadəcə indi səbəb yox idi. Məsələn, sən kimsə səni görməyəndə saçlarını darayırsan, Hə, pis misal idi. tərkibində gluten yoxdur, ona allergiyam var. Yox, yox, elə şey yoxdur. Sənə nə olub? Sən həyatımıza daxil olandan sonra anan işimə görə narahat olurdu. Xüsusi təyinatlı olmaq təhlükəli idi. Ona görə mən də cinayət şöbəsinə keçdim. Orada daha sakit idi, amma orada da hər bir iş şəxsiləşir. Mənsə buna imkan verməməliydim. Hər şeyi yoxladım.
Hətta psixoterapiya yanında. Məni psixoterapevtin yanında təsəvvür edirsən? Sən söhbət eləməyə nifrət eləyirsən. Deməli, qorxurdun ki, mənə nəsə olacaq? Yox. Əslində, mən bacarmırdım. Daha heç nəyə görə bilmirdim. Bilirsən, gecə yataqda işıq sönəndə otağı görə bilirsən. Sonra işığını yandır və yenidən söndür. Heç nə görməyəcəksən. Mənim təqib elədiyim adamlar qaranlıqda yaşayırlar. Və onları sən yanımda olmayanda mən asanlıqla görə bilirəm. Çünki sən mənim işığımsan. Sən gələnə kimi bütün telefon və notebooklar söndürülməlidir. Başa düşdüm. Yaxşı, ata. Ehtiyatlı ol. Saymonun anası intihara meyilli olub. Zorlanandan sonra o dəqiq psixiatr yanına gedib. Nə fərqi var? Bu işlə bağlı bütün sənədlər məhv edilib. Hamısı yox. Bəzilərini saxlayırlar ki, xəstə intihar eləmiş olsa özlərini sığortalasınlar. Ştatın psixiatrik mərkəzlərinin arxivləri hər il yenilənir. Saymon bu barədə bilə bilməzdi. Heç kim bilməz. Havayı vaxt itiririk. Danışan marşaldır. Psixiatrik mərkəzin arxivinə 2 dəstə göndərin. Burada bütün dəhliz bu zibillərlə doludur. Çoxlu vaxt... Tapdım. Dayanın, lazım olmadı. Onun anası ilə tanış olaq? Emil Stas, AX392. Yaxşı. Əla görünürsünüz. Yata bilirsiniz. Həmişəkindən daha çox. Yaxşı qidalanırsınız. Əlbəttə. Amma yenə də ultrasəs müayinədən imtina edirsiniz. Bilirsiniz ki, həkimlər həmişə sizə kömək eləməyə hazırdır. Qulaq asın. Mən artıq cürbəcür əşyalar almağa başlamışam. Ümid eləyirəm bunları sizə razılıq əsasında göndərilən pullarla alırsınız. Doğrudan inanırsınız ki, o sözünün üstündə dayanıb sizi və uşağınızı rahat buraxacaq? Ətrafda hamı deyir ki, o yaxşı insandır. Onu tanıyıb. Atasını tapsaq Saymonu da tapacağıq. Bəs əgər o geri qayıdıb oğlu ilə tanış olmaq istəsə necə? Axı İsa İudanı bağışlayıb. Biz arxivdə onun anasının işini tapmışıq. 1976-cı il Emil Stas. Zorlama və qətlə cəhd. Qərara əsasən 1.140.000 dollar dəyərində razılığa gəlinib. Amma pulu ödəyənin adı yoxdur. Əla. Bölməyə gələ bilərsiniz? Çalışaram. Özünüzü evdəki kimi hiss eləyin. Cavabdeh şəxs. Nağd ödənilib. O izləri çox yaxşı silib. Bəli. Atasının adı heç bir hesabatda qeyd olunmayıb. Məlumatlar bazasında da yoxdur. Əgər lənətə gəlmiş komissar mənim üstümə qışqırmaq əvəzinə daha çox vaxt versəydi, bəlkə də indi onun harda axtaracağımız barədə ipucumuz olardı. Sənin fikrin hesabatda bu sözlərlə ifadə olunacaq?
Qulaq as, bilirik ki, anası həmin adamı tanıyıb və o pulla canını qurtarıb. Əgər o tekstil fabrikinin sahibi deyilsə, onda binanın kimə məxsus olduğunu araşdırın. Faylı göndərirəm. McG Industries ən böyük regional təchizatçıdır. David McCovern tərəfindən təsis olunub. Onun maşını bu yaxınlarda Michael Cooper adlı şəxsin maşını ilə toqquşub. Siz yaralanmısınız? Mən sizi görmədim. Necəsiz? Siz şok vəziyyətindəsiz, sakit olun. Həmçinin McCovern Flexonda məktəb xeyriyyəçi Çilərinin rəhbəridir. Onun özü də hazırda həmin ərazidə yaşayır. Getdik, tez. Cəld olun, tez olun. Ey uşaqlar, Soruşun hara? əşyalarınızı götürün ardımca gəlin. Uşaqlar ardımca. Yox, onun başı xarab olub. Dəlidir o. Mən sənin ölməyini Onlar istəyirəm. oradadır. Qapı açıqdır. İstəyirəm sən öləsən. Nifrət eləyirəm sənə. Mən sənin ölməyini istəyirəm. Sənə nifrət eləyirəm. Bıçağı yerə at Sayman. Lənətə gəlmiş bıçağı yerə at. Mən oyuncaq ayımı istəyirəm. Oyuncağımı mənə verin. Pis adam. Mən oyuncaq ayımı istəyirəm. Siz onun atasısınız? Oyuncağımı istəyirəm. Ayımı mənə verin. Mən oyuncaq ayımı istəyirəm. Simon, niyə bunu elədin? Ona nifrət eləyirəm. O məni rahat buraxmırdı. Mənim oyuncağımı istəyirəm. Oyuncağımı istəyirəm. Anamın oyuncağını mənə ver. Oyuncağı mənə ver. Oyuncaq ayını mənə ver, ağılsız ləçər. Görürsən, o məni nəyə vadar elədi? Bəsdir körpə uşaq kimi ağladın. O əxlaqsızlara neynədiyimi bilmək istəyirsən? Onlar çoxdur. Siz təsəvvür elədiyinizdən də çox. Ona istədiyini ver. Oyuncaq ayısını. Əgər onun uşaq kimi zırıldamağını eşitmək istəmirsinizsə, mən daha onun səsini eşidə bilmirəm. Onun səsini kəs. Oyuncaq ayı olmasa, cəsədlərin də yerini bilməyəcəksiniz. Yalnız o balaca, ağılsız uşağın... Mən onu sənə verəcəm. Sənsə mənə hər şeyi danışacaqsan. Samantha Crowley. Ölüb? Catherine Titus. Yox. Alison Woods. Ölüb? Rebecca Chastain. Lara, Ölüb? Emily Richardson. Rachel Pratt-Holm. Victoria Maringot. Emily Phillips. Yox. o mənim evimdə olub. Siz burada nə işlə məşğul olursunuz? Ola bilməz. O dünəndən buradadır. Sakit olun, dərindən nəfəs Necə alın. sakit Cooper. olum? Nəzərinizə çatdırım ki, biz sizi ona görə həbs eləməmişik Çünki ki... burada boş şeylərlə Cooper. məşğulsuz, ona görə də. Bilirsiniz ki, itirəcəyim heç nə yoxdur. Onu tapın. Qızımı sağ-salamat tapın. Yoxsa bundan sonra olacaqlara cavabdeh deyiləm.
Where's Laura? Let me say I'm sorry. And then I'll tell you. Apology accepted. What to you, silly bean? Bayırdakı insanların qarşısında icazə verin Hannibal'ın elədiklərinə görə üzr istəyim. Ondan sonra Lara'nın yerini deyəcəm. O sağda. Hə. Amma tik-tak. 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 Deyin görün burada Hannibal'dan ağıllısı var. İmkan verə bilmərik ki, daha bir qız həyatını itirsin. Video off. Bunun axırı yaxşı olmayacaq. Əlbəttə olmayacaq. Sən ölməlisən. Xahiş edirəm. Sakit olun. Səni gəbərtmək lazımdır. Sakit olun. Lənətə gəlmiş alçaq. Sakitləşin. İt oğlu it. Üzrxahlıq elə. Əgər yenə nəsə hoqqa çıxarsan, ölüm hökmü üçün yalvaracaqsan. Cəmiyyətin üz qarası. Demək istəyirdim. Hey, arvadımı sen uğurlamsan? Bak bu şekilde. Bunu sen uğurlamsan? Yox, mən eləməmişəm. O çox çirkindir. Sen ne dedin? Məni ona görə indiyə kimi tuta bilmirdilər ki, polis zorladığım qadınlardan daha ağılsızdır. Siz hamınız axmaqsınız. Həbs eləyin. Ben deliyim bu alçağı. Lənətə gəlmişsən. Onu çarmıxa çəkin. Yaşamına hakkı yoktu. Onlar burada və məhkəmə binasında onu gəbərtmək istəyəcəklər. Ona görə də onların fikrini yayındırın və gedin. Mən də gedirəm. Olmaz. Lara hələ də tapılmayıb. O isə səndən danışmayacaq. Yaxşı. Amma ehtiyatlı ol. Öldürün o iti. Lənətə gəlsin. Həbs eləyin! O başdan xarabdır. Ölənə qədər həbsdə qalmalıdır. Onu öldürmək lazımdır. Lənətə gələsən. 2010 Crossland'a yola düşdü. On 17-ci Andover küçəsindədir. Onlar aranı harada saxlayır? O hardadır? Lara hanı? İkinci və 7-cini saxla. Bil ekranında göstər. Ərinin başqa qadınlarla yatdığını bilə-bilə niyə onunla yaşayırsan? Bu nereden bilirsən? Sibil. Deməli buradasın. Çıx görüm başdan xarab. Bura gəl. Gəl görüm. Bura gəl. O hamı. Hardadır? Hardadır? Danış lənətə gələsən. Danış. Mənim Laram hamı. Lara hamı. Əclafın bir əclaf. Danış it oğlu it. Mənim Laram hamı. O hamı alçaq. Hardadır? Danış. Danış dedim.
Aferin. Gel buraya. Öp beni. Bu zibili çıkar deninden. Bu kimdir Rachel? Sen oradasan Rachel. Sen özüne cavanı getirdin. Mənsə Rachel'ı mən xoşuna gəlirəm. Salam Rachel, gedək. Tez ol çık. Çık başından. Gel oynayaq. Qış çiçeği, qış çiçeği. Oynamaq vaxtıdır. Qış çiçeği. Gel bura. Sibil. Sibil, lənətə gələsən. Sibil. Sibil! Nə baş verdi? Onlar 2 nəfərdilər. Hə, mən bilirəm. Başqa nə oldu? O qardaş nə dedi ki, sənə cavanı düşdü. Qış çiçeğini götür. Baxaq görək necə olacaq. Onlar məktəbdə yerlərini dəyişiblər. Hər ikisi orada olub. Biz isə birini tutmuşuq. Yaxşı, keçib getdi. Bundan sonra nə edəcəyimizi fikirləş. Onlar hara gedə bilər? Axtarışa qış çiçəyi sözünü əlavə elə. Gəl oynayaq qış çiçeği, qış çiçeği. Bu soyuqda hara gedirsən qış çiçeği, qış çiçeği, qış çiçeği. Ey. Əgər kimsə gəlsə sən ikinci qaçacaqsan. Sonra isə yerimizi dəyişəcəyik. Yerimizi dəyişəcəyik. Dəyişəcəyik. Elə bilirdim mənə hirslisen. Bəsli qulağından oynadın. Sənə əsəbləşirəm. Amma lənətə gəlsən səni çox istəyirəm. Qış çiçəyi virusdur. O deyil. Qış çiçəyi çanta. Yox, davam elə. Qış çiçəyi yandırmaq və boğmaqla qurban vermə. Onların anasını gölə atıblar, düzdür? Polis hesabatlarında yer qeyd olunmayıb. Emil, istersen söhbət aç. 2-ci dəqiqədən sonra. Atan öldürmək xoşuna gəldi? Hə, xoşuma gəldi. Çox xoşuma gəldi. Əgər xoşuna gəldisə deməli mümkündür. Yadındadır? Onun daha dalımca oğru kimi gəzməməyi anamın xoşuna gələrdi. Hə, xoşuna gələrdi. Atam sadəcə sənə yaxın olmaq istəyirdi. Mənə olduğu kimi. Polis elə bilir ki, o səni xilas eləməyə çalışıb. Hə. Amma mən səni xilas elədim. O mən idim. Çünki mən səni çox istəyirəm. Mən də özümü çox Səni istəyirəm. başqa heç kim istəmir. Yalnız mən axmaq. Mən Rachel'ı istəyirəm. Mən Rachel'ı istəyirəm. Çünki onun məndən xoşu gəlir. Onun məndən xoşu gəlir. Artıq bədənimdə yeni həyat var. Və vəzifəm onu qoruyub saxlamaqda. İblisin gözündən uzaq tutmaqda. Siqnal yoxdur. Yüklənmə gedir. Oynamaq vaxtıdır qış çiçeği. Oynamaq vaxtıdır qış çiçeği. Səni buza qoyub donduracağam və yandıracağam. Hazırdır. Əla. Ey, dayan. Tapanda öldür.
İkisini də. Bildin? Mən tam ciddiyəm. Yaxşı, getdik. Hə. Hə. Bax belə. Hə, biraz oynayaq. İndi parmaqlarım donub düşəcək. Az qaldı, az qaldı. Bir dəfədə, bir dəfədə. Oh, yaxınlaşmışdın, az qalmışdı. Bir dəfədə, bir dəfədə, bir dəfədə. Yanından keçdi. Ela, Rachel, Rachel. Mənim növbəmdir. Mənim növbəmdir. Mənim növbəmdir. Mənim növbəmdir. Yan keçdi. Yan keçdi. Rachel. Rachel! Kömək eləyin! Kömək eləyin! Yan, yan. Yan Rachel! Yan. Yan! Yox! Yox! Yan! Kömək eləyin! Yox! Rachel! Kömək eləyin! Yox. 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 Yox, yox, yox. Yox. Dayan! Yox! Yox! Dayan! Dayan! Yavaş ol. Ehtiyatlı ol. İlahi! İlahi! Yavaş yavaş. Tez ol, tez ol, tez ol, tez ol. Yaxşısan? Burada qal. Eşitdin? Yaxşı görək. Qoruyucusunu çıxart. Dayan, dayan. Cooper'a zəng elib sağ olduğumu demək lazımdır. Ona rahat olacaq. Aman tanrım. Sakit ol. Aman Mənə tanrım, bax. ola Mənə bilməz. bax. Bilirəm, indi belə fikirləşmirsən, amma hər şey düzələcək. Sənə söz verirəm. Yaxşı. Yaxşı. Oldu.
Oynamaq vaxtıdır, qış sisəyi. Səni buza qoyub donduracam və yandıracam. Oynamaq vaxtıdır, qış sisəyi. O dedi ondan necə rəftar eləmisən? Sən Hanniballa danışmaq istəyirsən? Hanniballa danışmaq istəyirsən? Lənətə gəlmiş ləçər. Ah, lənətə gələsən. Ay, gəl bura. Yox! 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 Niyə mən? Niyə mən? Niyə? Niyə mən? Niyə mən? Niyə mən? Niyə? Bırak onu! Bırak onu yoksa kızı öldüreceğim! Niyə mən? Mən səni eşitmirəm. Buzun üstüne çık! Lanete gelmiş ifrite! Çık buzun üstüne! Niyə? Kardeşime ne söylemeye cüret elesen onu öldüreceğim! Səni eşitmirəm. Daha yaxın gəl. Yaxın gəl. Ona ne söylesen! Lanete gelesen ona ne söylesen! Ne söylesen kızı öldüreceğim! Buna cüret eleme! Birce ona takın! Yoksa kızı öldüreceğim! Bırak onu! Bırak diyorum sana! Bırak onu! Bırak! Gördün neyledim? Gördün neyi getirip çıkarttın? Bəsdir. Bəsdir. Bırak onu! Eğer bırakmasan bu tapançanı onun alnına dayayacağım. Əgər suya düşsək 60 saniyəyə öləcəyik. Yox! O indi buzun altında kalacak. İlahi! İlahi! Yoksa ne bilirsen ben ölmeyden korkuram. He? Yox! Onun öləcəyindən qorxursan, düz tapdın? Yox! Oy seni alçak! İndi seni geberdeceğim. Fikirləş gör onu xilas eləmək üçün nələr eləmisən. Ona görə gəl götür onu. Ama kızı bırak. Yox! Rachel get. Get. Tapancanı mənə tərəf tuşla. Bırak Mənə tərəf onu! tuşla. Bırak diyorum! Get. Kömək elə! Lanet şeytana bırak onu! Bırak! Mən səni sevirəm, kömək elə! Tez ol! Sən qardaşını çox istəyirsən? Doğrudan? Mən onun yanında olmaq istəyirəm. Ha? Bəsdir daha! Gel yanıma! Onda get qucaqla onu. Yanıma gel! Gel gel! Cehennem ol! Yok!
Lara, sən bunu mən öləndən sonra oxuyacaqsan. Məktubda təlimatı yazmışam. Sən məni öz qoruyucun hesab eləyirdin. Amma sən də məni qoruyurdun. Sənin işığın məni xilas elədi. Həmişə işıq saç. Salam. Yox, bir cavab olmaz. Dedin ki, istədiyim hər şey eləyəcəksən. Siz kimsiz? Rachel, atanla birlikdə işləyirəm. Deməli, sən də Feysən. Ərdəsiz? Hə, hələ ki. Fey, Rachel mənim həyatımı xilas edib. Yaxşı. Dayan, mən qapını açım. Yaxşı. Belə, gedək. Inside.